Bəzən insanlar xəstə deyirlər, amma sağlam da deyirlər. Sizin üçün sağlamlıq nədir? Analizlərdəki normalar, yoxsa daxili rahatlıq? Xəstəlik sadəcə diaqnozdur. Bəs sağlamlıq nədir? Əslində sağlamlıq da bir diaqnozu deyə bilərik. Biz bəzən yoxlayırıq və nəticədə yaza bilərik ki, praktik sağlamdır. Məsələn, insanlar tibbi müayinədən keçə bilir də. Amma sağlamlıq dedikdə əlbəttə ki, təkcə bədənin fiziki olaraq sağlam olması deyil, həm də ruhi sağlamlıq olduqca vacibdir. Biz görürüz, həmişə deyirik ki, sağlam bədəndə sağlam ruh olar, bu kimi bir şeylər, amma bunların ikisi həmişə mütləq bir-birinə bağlı şəkildə olmalıdır ki, tam sağlamlıqdan bir söhbət gedək. Və sağlam olmaq eyni zamanda bizim ətraf cəmiyyətlə, təbiətlə bir yerdə harmoniyada özümüzü rahat şəkildə hiss eləməyimiz deməkdir. Sağlamlıq bundan ibarət. Sağlamlıq günü anlamaq deməkdir, həyatı anlamaq deməkdir, həyatın bizə bəxş elədiklərini normal şəkildə dəyərləndirərək ondan məqsədayığın şəkildə istifadə eləmək, ondan rifah üçün lazımi şəkildə faydalana bilməkdir.